Salam, hər vaxtınız xeyir olsun. Mən İnnovativ Təhsil Mərkəzinin kimya müəllimi Sevdə müəlliməm. İnnovativ Təhsil Mərkəzində artıq blok fənləri yaxınlaşdı. Salam, hər vaxtınız xeyir olsun. Mən İnnovativ Təhsil Mərkəzinin kimya müəllimi Sevdə müəlliməm. Artıq biz sizinlə blok imtahanları yaxınlaşdığı üçün qəbul imtahanlarının bir sualların izahını verəcəyik. Bugünkü sualımız isə 2015-ci ilin 4-cü qrupun qəbulu haqqında olacaq. Burada biz sizinlə 35-ci sualın izahına baxacağıq. Gəlin baxaq. 35-ci sualda deyir ki, X deməli su ilə reaksiya girir. Nəticədə hidrogen alınır. Sonra hidrogen oksigen ilə reaksiya girir. Y alınır. Y-ın ferrumla reaksiyasına ferrum 3O4 alınır. Sonra və Z alınır. Z-in də kalsiyumla reaksiyasından nə alınır? X maddəsi alınmış olur. Yəni təzədən nə olur? X, yəni başlanğıc maddə əmələ gəlir. Birinci olaraq gəlin baxaq. Nəyin su ilə reaksiyasından H2 alınır? Baxaq, natriumun su ilə reaksiyasından H2 alınırmı? Bəli. Kalsium hidridin su ilə reaksiyasından alınır. Yadınızda saxlayırsınız, aktiv metalların, yəni litium, kalium, kalsium, natrium, bunların istər metalların özü, istər hidridləri. Su ilə reaksiyasından, yəni metalın üzərində su gəldiyimiz zamanda aktiv metallardan söhbət gedir. Metal OH, yəni qələvi və hidrogen alınır. Həmçinin hidridinin, yəni metal hidrogen və ya metal H2, yəni bu bir valentli də ola bilər, iki valentli də ola bilər. Su ilə reaksiyasından metal OH və hidrogen alınır. İndi yenə deyirəm, bir valentlidirsə metal OH alınacaq, yox iki valentlidirsə metal H2 üstəgəl sudan metal OH-dan 2 dəfə üstəgəl hidrogen alınır. Çünki yəni 2 valentli olduğu üçün OH-ımız bir valentlidir. Ona görə metal OH-dan 2 dəfə alınmış olur. Ancaq oksidinin, məsələn, bir valentlidən söhbət edirsə, metal 2O-nun su ilə reaksiyasından isə yalnız metal OH əmələ gəlir. Yəni hidrogen alınmır. Bizə də birinci baxırıq ki, hamısında hidridlə metalın özü verir, bəli, hamısında hidrogen alınır. Hidrogen oksigenlə reaksiyasından su alınır. Burada H2O2 verir. Onun üçün aynı B variantı gelir. Sonra gəlir suyun ferrumla reaksiyasından ferrum 3O4, suyun dəmirlə reaksiyasından ferrum 3O4 və hidrogen alınır. Yəni Z-imiz bizim hidrogen olmalıdır. Ona görə B variantı da gelir. Hidrogenin kalsiyumla reaksiyasından isə kalsiyum H2 əmələ gəlmiş olur. Yəni bizim X-imiz nədir onda? Kalsiyum H2. Buna görə cavabımız nə olacaq? C variantı.